Çevrə üzrə bərabər sürətli hərəkətdən birinci başlıq dövrətmə periodu, dövrətmə tezliyi, bucaq sürətindən sualların izahına baxacağıq. Elə isə başlayaq. Birinci sual. Maddi nöqtənin çevrə üzrə dövrətmə periodunu 5 dəfə azaldanda tezlik necə dəyişir? Biz bilirik ki, dövrətmə periodu və tezliyi bir-birindən tərs mütənasib kəmiyyətlərdir. Yəni, tezliyi taparkən periodun tərs qiymətini tapacağıq. Tezlik və period bir-birindən tərs asılıdır. Periodunu 5 dəfə azaldanda tezlik 5 dəfə artacaq. Maddi nöqtənin çevrə üzrə dövrətmə tezliyini 2 dəfə azaldanda period necə dəyişir? Period tezliyin tərs qiymətinə bərabərdir. Əgər bir tezliyi 2 dəfə azaltsaq, onda period 2 dəfə artacaq. Yəni, bu kəmiyyətlər bir-birindən tərs mütənasib asılıdır. Cisim 1 dəqiqədə, deməli zaman 1 dəqiqədir. Onu əsas failə ifadə eləsək saniyəyə çevirəcəyik. 1 dəqiqə 60 saniyə. Dövrlərin sayı n 20-dir. Dövrətmə periodunu tapın deyir. Dövrətmə periodu böyük T hərflə işarə olunur. Kiçik T böl n, yəni zaman böl dövrlərin sayıdır. 1 dəqiqə 60 saniyədir. Böləcək onu dövrlərin sayına, yəni 20-yə alınacaq 3 saniyə. Deməli, dövrətmə periodumuz olacaq 3 saniyə. Cisim 2 dəqiqədə 30 dövr etmişdir. Dövr etmə tezliyini tapın. Yenə də əsas failə çevirəcəyik. 2 dəqiqə 120 saniyədir. Dövrlərin sayı 30. Dövrətmə tezliyini tapın. Dövrətmə tezliyini taparkən dövrlərin sayını böləcək zamanı. Dövrlərin sayı 30, zaman 120. 30-u böləcək 120-yə, ixtisar aparsaq olacaq. 30-a ixtisar aparsaq 4də 1. Bu da onluq kəsirlə 0,25 deməkdir. Saniyə üstü -1. Yəni, cavab olacaq D variantı. 20 dəqiqə ərzində saatın saniyə əqrəbi neçə dövr edər? Saatın saniyə əqrəbinin dövrətmə periodunu yazırıq. T saniyə bərabərdir 1 dəqiqədir. Bəs 20 dəqiqə ərzində neçə dənə dövr eləyər? Əgər bir dövrə sərf elədiyi vaxt 1 dəqiqədirsə, 20 dəqiqədə də 20 dənə dövr eləyəcək və yaxud bunu başqa cür belə də tapa bilərik. Böyük T, yəni period nəyə bərabərdir? Kiçik T böl n, yəni zaman böl dövrlərin sayı. Buradan dövrlərin sayını tapanda zamanı böləcəyik perioda. Nə qədər dedi zamanı? Zaman 20 dəqiqə idi. 20-ni böləcəyik. Saniyə əqrəbi periodu nə qədər idi? 1 dəqiqə. 1-ə olacaq 20. 6-cı sual. 5 saat ərzində saatın dəqiqə əqrəbi neçə dövr edər? Saatın dəqiqə əqrəbinin dövrətmə periodu 1 saatdır. Yəni, bir dənə dövrü 1 saat eləyir. 5 saat ərzində 5 dənə dövr eləyəcək. Digər yolla belə tapa bilərik. Deməli, n dövrlərin sayını tapanda biz nə edirik? Zamanı bölürük perioda. 5 saat deyil. Böləcəyik saatın dəqiqə əqrəbinin periodu 1 saatdır. 5-i böləcəm 1-ə olacaq 5. 7. 2 sutka ərzində saatın saat əqrəbi neçə dövr edər? Əvvəlcə biz yazırıq. Saatın saat əqrəbinin dövrətmə periodu nə qədərdir? Saat əqrəbinin dövrətmə periodu 12 saatdır. 12 saat. Bəs 2 sutka nə qədərdir? 1 sutka 24 saatdır. 2 sutkamız olacaq 48 saat. Dövrlərin sayını tapın deyir. Dövrlərin sayını tapanda zamanı böləcəyik perioda. Zaman nə qədər idi? 2 sutka, yəni 48 saat. Saatın saat əqrəbinin periodu 12 saat idi. Yəni 4 dənə dövr edəcək. 8. Saatın dəqiqə əqrəbinin dövr etmə periodunun saniyə əqrəbinin dövr etmə periodundan neçə dəfə çoxdur? Dəqiqə əqrəbinin dövr etmə periodu biz bilirik ki 60 dəqiqədir, yəni 1 saat 60 dəqiqə. Saniyə əqrəbinin dövr etmə periodu isə 1 dəqiqədir, yəni 60 saniyə. Neçə dəfə çoxdur deyirsə 60-ı böləcək 1-ə olacaq 60. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin bucaq sürəti, yəni omega 12 radian bölünsün saniyədir. Dövr etmə periodunu tapın. Pi də 3-dür. Pi də 3-dür. Dövr etmə periodunu tapaq. Biz bilirik ki, omega bərabərdir 2 pi böl t'dir. Buradan periodu t'ni tapsaq, onda 2 pi'ni böləcək omegaya. Bu da bərabər 2 vurulsun. Pi'nin yerində 3 yazarıq, verilib bizə. Omegadakı 12. 2 dəfə 3, 6. 6-nı böləcək 12-yə 0,5 saniyə.
Saatın saat əqrəbinin döyülmə periodu saniyə əqrəbinin döyülmə periodundan neçə dəfə çoxdur? Əvvəlcə yazaq. Saat əqrəbinin döyülmə periodu nə qədərdir? 12 saat. Bəs saniyə əqrəbinin döyülmə periodu nə qədərdir? Saniyə əqrəbində 1 dəqiqədir. 1 dəqiqə. İndi neçə dəfə çoxdur deyirsə biz bölməliyik. Baxıram ki, saat əqrəbinin döyülmə periodunu böləcəm saniyə əqrəbinin döyülmə perioduna. 12 saat bölünsün 1 dəqiqə. Vaidlər eyni deyil axı, eyni eləməliyik. 12 saatı dəqiqəyə çevirmək üçün vuracam 60-a, olacaq 720 dəqiqə bölünsün 1 dəqiqə, onda qalacaq 720. Yəni 720 dəfə çox. Dövr etmə tezliyini təyin etmək üçün hansı cihazdan istifadə etmək lazımdır? Təbii ki, saniyə ölçəndən. Dövr etmə tezliyi, dövr etmə periodu, bucaq sürəti, bunlar saniyə ölçəndən təyin olunur. Bucaq sürətini təyin etmək üçün hansı cihazdan istifadə etmək lazımdır? Saniyə ölçəndən. 13. Çevrə üzrə hərəkətdə radius vektorun dönmə bucağının zamandan asılılıq qrafiki göstərilmişdir. Bucaq sürətini tapın. Bucaq sürəti omega bərabərdir. Fi bölünsün t ifadəsi ilə təyin olunur. İstənilən nöqtəni götürə bilərik. Fi nədir? 20. T isə 5. Yazacaq ki, 20 bölünsün 5 olacaq 4 radian bölünsün saniyə. Çevrə üzrə hərəkətdə bucaq sürətinin zamandan asılı qrafiki göstərilmişdir. 5 saniyə müddətində radius vektorun dönmə bucağını hesablayın. Omega bərabərdir fi bölünsün t dusturundan radius vektorun dönmə bucağını, yəni fini tapsaq, fi bərabərdir omega t. Omeganın t'dən asılı qrafiki verilibsə, burada dönmə bucağı fiqurun sahəsinə bərabərdir. Delta S fiqur. Burada da fiqur düz bucaqlıdır. 5 saniyə ərzində deməli sahəni tapsaq 4-ü vuracaq 5-ə, eləyəcək 20 radian. Cismin verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkət zamanı bucaq sürətinin zamandan asılı qrafiki. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövr etmə periodu, dövr etmə tezliyi və bucaq sürəti zamandan asılı deyil, sabit qalır. 16. Çevrə üzrə hərəkətdə radius vektorun dönmə bucağının zamandan asılı qrafiki verilmişdir. Bucaq sürətini tapın. Omega bərabərdir fi böl t'dir. Bu dəfə bu nöqtəni götürək. Məsələn, buna uyğun dönmə bucağı, yəni fi 18. T isə 6-dır. 18-i böləcək 6-ya 3 radian bölünsün saniyə. Y variantı. 17. Çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin dövr etmə tezliyi, yəni n bərabərdir 12 saniyə üstündə -1. Pi 3-dür. Bucaq sürətini tapın. Bucaq sürətinin omega bərabərdir 2 pi n dusturundan istifadə edəcəyik. 2 vurulsun 3 vurulsun 12. Bu da eləyəcək 72 radian bölünsün saniyə. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin bucaq sürəti, yəni omega 10 radian bölünsün saniyə. Zaman 0,5 saniyə. Radius vektorun dönmə bucağını tapın. Omega bərabərdir fi bölünsün t dusturundan dönmə bucağını, yəni fini tapsaq, fi bərabərdir omega vurulsun t. Omegamız 10, t 0,5 saniyə. Buradan da alınacaq ki, 5 radian. 19. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin bucaq sürəti, yəni omega 60 radian bölünsün saniyə. Dövr etmə tezliyini tapın. Pi də 3-dür. N bərabərdir sual. Omega bərabərdir 2 pi n dusturundan n-i, yəni dövr etmə tezliyini tapsaq, omeganı böləcəyik 2 pi-yə. Omega 60, 2 vurulsun pi 3, 60-ı böləcək 6-ya, olacaq 10. Tezliyimiz oldu 10 saniyə üstü -1. Çevrə üzrə bərabər sürətli hərəkətdə 3 saniyə ərzində dönmə bucağı 15 radian olmuşdur. Dönmə bucağı, yəni fi olubdur 15 radian.
Bucaq sürətini tapın. Bucaq sürəti omega bərabərdir fi bölü t-dir. 15 bölünsün 3, yəni 5 radian bölünsün saniyə. Çevrə üzrə hərəkətdə dövrətmə tezliyi hansı ifadə ilə təyin olunur? Dövrətmə tezliyinin belə bir düsturu var. M bölü T və yaxud tezlik periodunun tərs qiymətinə bərabərdir. 1 bölü T. 1 bölü T burada var. D variantı. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövrətmə periodu hansı ifadə ilə təyin olunur? Periodun da bildiyimiz kimi bir bu düsturu var. Böyük T bərabər kiçik T bölü N, yəni zaman bölü dövrlərin sayı və yaxud period tezliyin tərs qiymətinə bərabərdir. Bucaq sürətinin beynəlxalq sistemdə vahidi nədir? Bucaq sürəti omega bərabər fi bölü t-dir. Yəni vahidi nə olacaq? Dönmə bucağın vahidi 1 radian, zamanın vahidi saniyədir. Yəni radian bölünsün saniyə. Dövrətmə periodunun vahidi isə beynəlxalq sistemdə 1 saniyədir. Dövrətmə tezliyinin vahidi nədir? Bəs dövrətmə tezliyi m bərabər m bölü t-dir. Dövrlərin sayının vahidi yoxdur. Zaman vahidi saniyədir. Yəni 1 bölü saniyə və yaxud saniyə üstü -1. Ədədi qiymətcə vahid zamanda, deməli zamanı vahid götürəcəyik 1 saniyə. Dövrlərin sayına bərabər olan kəmiyyət. Tezliyin düsturunu yazırıq. M bərabər m bölü t. Zamanı vahid götürsək m bölü 1. Bu da olacaq n. İndi dövrlərin sayına bərabər olan kəmiyyət hansı oldu? Dövr etmə tezliyi. Ədədi qiymətcə vahid zamandakı, yenə də vahid zaman dediyinə görə zamanı 1 saniyə götürəcəyik. Vahid zamandakı radius vektorun dönmə bucağına bərabər olan fizik kəmiyyət. Omega bərabərdir fi bölünsün t. Fi bölünsün 1 olacaq fi. Vahid zamanda radius vektorun dönmə bucağına bərabər olan fiziki kəmiyyət bucaq sürətidir. Çevrə üzrə bərabər sürətli hərəkətdə bir tam dövrə sərf olunan zaman dövrətmə periodu adlanır. Yerin öz oxu ətrafında fırlanma periodunun, yəni T, yerin öz oxu ətrafında fırlanma periodunun saatın saniyə əqrəbinin dövrətmə periodundan neçə dəfə çoxdur? T saniyəyə nisbəti. Biz bilirik ki, yerin öz oxu ətrafında fırlanma periodu 24 saatdır. Saniyə əqrəbində isə bir tam dövrə sərf olunan zaman 1 dəqiqədir. Saatı nə etməliyik? Dəqiqəyə çevirməliyik. 24-ü vuracaq 60-a, 1440 böləcək 1-ə olacaq 1440 dəfə çoxdur. Yerin öz oxu ətrafında fırlanma periodu saatın dəqiqə əqrəbinin dövrətmə periodundan neçə dəfə çoxdur? Deməli, yerin öz oxu ətrafında fırlanma periodunu saatın dəqiqə əqrəbinin dövrətmə perioduna nisbətini tapacağıq. Yerin öz oxu ətrafında fırlanma periodu 24 saat. Saatın dəqiqə əqrəbinin periodu isə 1 dəqiqə, daha doğrusu 1 saatdır. 1 saat. 24 saatı böləcəyik 1 saata olacaq 24. 31. Yerin öz oxu ətrafında fırlanma periodunun saatın saat əqrəbinin dövrətmə periodundan neçə dəfə çox olduğunu tapın. Deməli, biz bu dəfə yerin öz oxu ətrafında fırlanma periodunun saatın saat əqrəbinin perioduna nisbətini tapacağıq. Yerin öz oxu ətrafında fırlanma periyodu 24 saat, saatın saat əqrəbinin dövrətmə periyodu 12 saat, nisbət bizə verəcək 2-ni. Yerin öz oxu ətrafında fırlanma periyodu qeyd etdik ki, 24 saatdır. A variantı. Saatın dəqiqə əqrəbinin dövrətmə periyodu, yəni saatın dəqiqə əqrəbi bir tam dövrü 1 saat ərzində icra edir. Saatın saniyə əqrəbinin dövrətmə periyodu 1 dəqiqə, yəni 60 saniyədir. Saatın saat əqrəbinin dövrətmə periyodu, yəni saat əqrəbi bir tam dövrü 12 saat ərzində icra edir. 36-cı sualda deyir ki, saatın saat əqrəbinin dövrətmə periyodu saniyə əqrəbinin dövrətmə periyodundan neçə dəfə çoxdur? Yazırıq. T saat bölünsün T saniyə. Saatın saat əqrəbinin dövrətmə periyodu 12 saat.
Saatın saniyə əqrəbinin döyülmə periodu isə 1 dəqiqədir. Nisbət tapmaq üçün eyni vahidi gətirmək lazımdır. Yəni hər ikisini dəqiqəyə çevirmək lazımdır. 12 saatı dəqiqəyə çevirmək üçün 60-a vuracağıq. 720 dəqiqə böləcəyik 1-ə. Deməli 720 dəfə çoxdur. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövrətmə tezliyi 50 saniyə üstü mənfi 1-dir. Deməli biz tezliyi bilirik. 50 saniyə üstü mənfi 1. Dövrətmə periodunu tapın. Biz bilirik ki, period tezliyin tərs qiymətinə bərabərdir. 1 böl n. Onda yazacağıq ki, 1 bölünsün 50. 1 bölü 50 də bizə verəcək 0,2 saniyə. Deməli, cavab oldu C. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin dövrətmə periodu 0,5 saniyədir. Onun dövrətmə tezliyini tapın. Tezlik də periodun tərs qiymətinə bərabərdir. 1 böl T. Tezliyi tapmaq üçün 1-i böləcəyik 0,5-ə. Olacaq 2 saniyə üstündə mənfi 1. Çevrə üzrə omega bucaq sürəti ilə hərəkətdə cisim n dövr etməsinə sərf olunan zaman. Deməli, biz elə bir düstur seçməliyik ki, orada omega olsun, n dövrlərin sayı olsun və sərf olunan zamanı tapa bilək. Bu, omega bərabərdir 2pi böyük n, yəni dövrlərin sayı, böl zaman düsturudur. Buradan zamanı tapmalıyıq, yəni t-ni. Bu ifadədən t-ni tapsaq, t nəyə bərabər? 2pi n bölünsün omega. Cavab olacaq Y variantı. Çevrə üzrə bərabər sürətli hərəkətdə t zaman müddətində n dövr edərsə, bucaq sürəti hansı ifadə təyin olunur? Bax, qeyd etdiyimiz düstur omeganın 2pi-n böl t düsturudur. 2pi-n böl t, yəni Y variantı. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti hansı ifadə ilə təyin olunur? Omega bərabərdir. Elə bir düsturun yazmalıyıq ki, o da dövrətmə tezliyi olsun. Bu 2pi-n düsturudur. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti hansı ifadədə təyin olunur? Bu dəfə periodundan olan düsturunu yazırıq. Omega bərabərdir 2pi bölünsün t. Çevrə boyunca hərəkətdə dövrlərin sayının vahidi yoxdur. Adsız fiziki kəmiyyətdir. Cisim çevrə üzrə modulca bərabər sürətlə hərəkət edir. Deməli, cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. Bu zaman fiziki kəmiyyətlərdən hansı sabit qalır? Biz bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə period, tezlik və bucaq sürəti sabit qalacaq. Burada düzgün cavab C variantı dövr etmə periodu. 45. Cisim çevrə üzrə modulca bərabər sürətlə hərəkət etdikdə fiziki kəmiyyətlərdən hansı sabit qalır? Çevrə üzrə hərəkətdə qeyd etdiyimiz kimi dövr etmə periodu, dövr etmə tezliyi və bucaq sürəti zaman keçişə dəyişmir, sabit qalır. Burada düzgün cavab D, dövr etmə tezliyi. Saatın saat əqrəbi 2 dövr etdiyi zaman müddətində dəqiqə əqrəbi neçə dövr edər? Əvvəlcə yazırıq. Saatın saat əqrəbinin dövr etmə periodu 12 saat. N 2 dənə dövr etməsinə sərf olunan zamanı necə tapacağıq? Bunun üçün zamanı tapmaq üçün biz dövrlərin sayını vuracağıq perioda. Olacaq 24 saat. Deməli, 24 saat müddətində dəqiqə əqrəbi neçə dövr edər? Biz yazırıq, dəqiqə əqrəbinin dövr etmə periodu 1 saatdır. 1 saat. Və o 24 saat ərzində neçə dövr edəcək? Bunu tapmaq üçün zamanı böləcəyik perioda. 24-ü böləcəyik 1-ə, 24 dövr edər. Çevrə üzrə bərabər sürətli hərəkət edən cisim 0,1 saniyə müddətdə 90 dərəcə dönür. Biz yazırıq. 90 dərəcəni dönməyə 0,1 saniyə zaman sərf edirsə, bəs bir tam dövrü, yəni 360 dərəcəni nə qədər vaxtda dönəcək? Bir tam dövrə sərf olunan zaman perioddur. Yəni, buradan period tapacağıq. Böyük T bərabərdir. 360 vurulsun 0,1 bölünsün 90.
Buradan periyodu tapsaq, periyod olacaq 0,4 saniyə. Tezlik nəyə bərabər olar? Bəs tezlik periyodun tərs qiymətinə bərabər. Yəni 1 bölü t. 1-i böləcəyik 0,4-ə olacaq 2,5. Çevrə üzrə bərabər sürətli hərəkətdə cisim 0,4 saniyə müddətində 40 dərəcə dönür. Deməli 40 dərəcəni 0,4 saniyə ərzində dönür. Dövrətmə periyodunu, yəni bir tam dövrə sərf olunan zamanı tapın. Bir tam dövrü 360 dərəcəyə dönməlidir. Bu uyğundur dövrətmə periyoduna. Buradan periyodu tapsaq 360-ı vuracaq 0,4-ə, böləcəyik 40-a. İxtisar gedəcək 1, 9, 9-u vuracaq 0,4-ə, 3,6 saniyə. Çevrə üzrə 6 radian bölü saniyə bucaq sürətli hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə neçə saniyəyə gəlir? Əvvəlcə bizim omeqamız var. Omega 6, pi 3 verilib. Biz dövrətmə periyodunu necə təyin edirik? Omega bərabərdir 2 pi böl t düsturundan. Dövrətmə periyodunu tapsaq, dövrətmə periyodu bərabərdir 2 pi bölünsün omega. 2 vurulsun 3 bölünsün omeganın yerində də 6 yazacağım. 2 dəfə 3 6, 6-nı 6-ya böləcəyik 1 saniyə. Deməli dövrətmə periyodumuz 1 saniyədir. Bəs A-dan B-yə gələn cisim fərq yoxdur. Bu istiqamətdə də gəlsə, belə də gəlsə, yenə də bu periyodun yarısıdır. Periyodun yarısıdır. Nə qədər vaxta gələr? Bir tam dövrü 1 saniyə eləyirsə, A-dan B-yə periyodun yarısına bərabər zaman müddətdə gələcək. Yəni 0,5 saniyəyə gələcək. Cisim çevrə üzrə bərabər sürətli hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 0,5 saniyəyə gəldi. Buradan bura deməli 0,5 saniyəyə gəldi. Bunda burada 0,5 saniyə gələr. Bu nöqtəyə gəlib çatmağına 0,5 saniyə də burada, 0,5 saniyə də burada getsə, ümumilikdə bir tam dövrü eləyəcək 4 vur 0,5, yəni dövrətmə periyodunu tapsaq, 4-ü vuracaq 0,5-ə, bu olacaq 2 saniyə. Dövrətmə periyodunu tapdıq 2 saniyə. Bucaq sürətini necə tapacağıq? Omega bərabərdir 2 pi böl t-dir. 2 vurulsun pi-nin yerinə 3. Periyod 2 saniyədir. 2 dəfə 3 6 böl 2 3 radian bölünsün saniyə. Çevrə üzrə 30 pi radian böl saniyə bucaq sürəti ilə bərabər sürətli hərəkət edən cisim 10 dəqiqə müddətində neçəni dövr edər? Əvvəlcə dusturumuzu yazacağıq. Biz elə bir dustur yazmalıyıq ki, orada bucaq sürəti və dövrlərin sayı olsun. Bu omega bərabərdir 2 pi n böl t dusturudur. Buradan dövrlərin sayını, yəni n-i təyin etsək, n bərabərdir omega vurulsun t bölünsün 2 pi-dir. Bu da bərabər. Omega, yəni bucaq sürəti 30 pi-dir. 30 pi vurulsun. Zaman 10 dəqiqədir. 10 dəqiqəni saniyəyə çevirəcəyik. Yəni 600 saniyə bölünsün 2 pi. 2 pi ilə 30 pi ixtisar gedir. Burada qalır 15. 15-i vururuq 600-ə. Eləyəcək 9000. Çevrə üzrə 21 radian böl saniyə bucaq sürəti ilə bərabər sürətlə hərəkət edən cisim nə qədər müddətə 4800 dövr edər? Verilənləri yazaq. Omeqamız 20 pi. Dövrlərin sayı 4800 və bizdən tələb olunur burada vaxt, zaman. Omega bərabərdir 2 pi n böl t dusturundan t-ni, yəni zamanı tapsaq, 2 pi n-i böləcəyik omegaya. Bərabər 2 pi vurulsun 4800 bölünsün 20 pi. Burada ixtisar gedəcək 10. 4800-ü 10-a böləcəyik 480 saniyə. Cavabı dəqiqə ilə ifadə edin deyirsə, 480-i böləcək 60-a dəqiqəyə çevirmək üçün olacaq 8 dəqiqə.
53. Dövülmə periodu böyük D hərfinə işarə olunur. Dövülmə tezliyi kiçik n hərfinə işarə olunur. Periodun vahidi 1 saniyə, tezlik isə saniyə üstü mənfi 1-dir. Bunları bilirdik. Deməli, periodun vahidi nə idi? 1 saniyə. Tezliyin vahidi isə 1/saniyə. Beynəlxalq sistemdə əsas vahiddir. Təbii ki, bu dövülmə perioduna aiddir. 1 gedəcək bura. Skalyar kəmiyyətdir. Hər ikisi skalyardır. Hərəkət zamanı sıfıra bərabər ola bilməz. Hər ikisi həm period, həm tezlik. Hərəkət zamanı sıfır ola bilməz. Vahid zamandakı dövrlərin sayıdır. Bu, deməli, n bərabər n bölü t düsturuna görə vahid zamandakı dövrlərin sayına bərabər olmalıdır. 4 də buna uyğundur. Deməli, 1, 4, 2, 3 oldu C. 54. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Saniyə ölçənlə ölçülür. Biz bilirik ki, həm dövr etmə periodu, həm dövr etmə tezliyi saniyə ölçənlə ölçülür. Bir tam dövrə sərf olunan zamandır. Təbii ki, bir tam dövrə sərf olunan zaman dövr etmə periodudur. Hərəkət zamanı sıfıra bərabər ola bilməz. Həm period, həm tezlik hərəkət zamanı sıfır ola bilməz. Vahidi beynəlxalq sistemdə 1/saniyədir. Bu dövr etmə tezliyinə aiddir. 2, 3, 4. Deməli, burada bir dəqiqə diqqətli baxaq. Aha, tapdım. Burada B variantı olacaq. 55. Müşahidə başlanan anda K, əvvəlcə bir cisim K nöqtəsindən, bir cisim L-dən, bir cisim də M-dən bu trayektoriyalar göstərildi burada. Bərabər sürətlə hərəkət edir. Cisimlər göstərilən istiqamətdə hərəkət edərək eyni zamanda A nöqtəsində olurlar. Dövr etmə tezlikləri müqayisə edin. Əvvəlcə biz baxırıq ki, K cisminin gəldiyi yol M cisminin gəldiyi yolla eynidir. Amma L cismindən gələn belə yol daha uzundur. Biz bilirik ki, V bərabər L bölü T düsturundan L-i tapsaq, L bərabərdir V vur T. V-nin yerində burada yazacağıq xətti sürətin 2πrn vur T düsturunu. Yəni, yol tezlikdən düz asılıdır. İndi burada biz yollar arasında görürük ki, L cismi daha uzun bir məsafə qət edərək gəlir bura. L böyükdür. M və K isə bir-birinə bərabərdir. LM bərabər LK. Onda tezliklərdə də eyni qayda ilə düz asılı olduğuna görə L cisminin tezliyi böyükdür. NM bərabərdir NK. Burada düzgün cavab B variantını göstərir. Saatın saniyə qrəbi neçə saatda 120 dövr edər? Saatın saniyə qrəbinin dövr etmə periodunu əvvəlcə yazırıq. Saniyə qrəbinin dövr etmə periodu 1 dəqiqədir. Neçə saatda 120 dövr edir? Dövrlərin sayını yazaq 120. Zaman tapmadır. Periodun T bərabər T bölünsün N düsturundan kiçik T-ni tapsaq, böyük T-ni vuracaq N-ə. 1-i vuracaq 120-yə. 1 dəqiqə vur 120, eləcək 120 dəqiqə. Bizə cavabı saatla ifadə edildiyi üçün neçə saatda 120-ni böləcək 60-a 2 saatda. Deməli, saatın saniyə qrəbi neçə saatda 120 dövr edir? Olacaq 2 saatda. Saatın saat əqrəbi 12 sutkada neçə dövr edər? Əvvəlcə saatın saat əqrəbinin periodunu yazırıq. Saatın saat əqrəbinin döyülmə periodu 12 saatdır. 12 sutkada, yəni zaman 12 sutkadır. 12 sutka. Bunu saatla ifadə eləsək, vuracaq 24-ə. Yəni 12 vur 24 yazarıq. 12 vur 24 saat. Neçə dövr edər? Periodun böyük T bərabər kiçik T böl N düsturundan N-i dövrlərin sayını tapsaq, zamanı böləcək perioda. Zaman 12 vur 24 saat. Böləcək onu perioda, yəni 12 saata. 12-lər ixtisar gedəcək. Qalacaq 24 dövr. Deməli, saatın saat əqrəbi 12 sutkada 24 dövr edəcək. Bunu belə də düşünə bilərik. Saat əqrəbinin döyülmə periodu 12 saatdır. 1 sutkada neçə dövr eləyir? 1 sutkada 24 saat daxil 2 dövr. Bəs 12 sutkada neçə dövr edəcək? 2 vur 12, 24 dəfə. 59.
Saniyə əqrəbi 7200 dövr edəndə, deməli, dövrlərin sayı 7200. Saniyə əqrəbinin dövrətmə periodunu da yazırıq. Saniyə əqrəbinin dövrətmə periodu 1 dəqiqədir. Onda o bunu nə qədər vaxt eləyəcək? Böyük T, deməli, belə bir düstur var. Böyük T bərabər kiçik T böl N-dən biz zamanı tapsaq, periodu vuracaq dövrlərin sayına. 720 dəqiqəyə bunu edəcək. Yəni 7200 dövr edəcək saatın saniyə əqrəbi. Bunu saata çevirmək üçün böləcəyim 60-a. Olacaq 120 saat. İndi saat əqrəbi bəs neçə dövr edər 120 saatda? Saat əqrəbinin döyətmə periodunu da yazırıq. 12 saat. Neçə dövr etdiyini tapmaq üçün biz nə etməliyik burada? Zamanı bölməliyik perioda. Zaman 120 saat. Böləcəyik onu perioda. Period 12 saat. Olacaq. Deməli 10. 120 saat daha doğrusu. 120-ni böləcək 12 olacaq 10 dövr. Neçə dövr edəcək? 10 dövr. Və cavabımız oldu 10. 60. Saniyə əqrəbi 120 dövr edəndə dəqiqə əqrəbi neçə dövr edər? Yazaq. Dövrlərin sayı 120. Saniyə əqrəbi. Yazaq bura. T. Saniyə. Saniyə əqrəbinin döyətmə periodunu qeyd edirik. Saniyə əqrəbinin döyətmə periodu 1 dəqiqədir. Buna nə qədər vaxt sərf elədi tapmaq üçün dövrlərin sayını vuracaq perioda. Yəni 120 dəqiqə vaxt sərf edəcək. 120 dəqiqəni saata çevirmək üçün böləcəyik 60-a. Yəni 2 saat. Bizdən soruşur ki, eyni vaxtda dəqiqə əqrəbi neçə dövr edər? Dəqiqə əqrəbinin döyətmə periodu T dəqiqə 1 saat. Neçə dövr edər deyirsə, eni tapmaq üçün zamanı böləcəyik perioda. Yəni 2-ni böləcəyik 1-ə olacaq 2 dövr edəcək. Dəqiqə əqrəbi 24 dövr edəndə n dövrlərin sayı 24. Hansı əqrəb? Dəqiqə əqrəbi. Dəqiqə əqrəbinin döyətmə periodu 1 saatdır. 24 dövrü nə qədər vaxt edir deyirsə, böyük T bərabər kiçik T böl N-dir. Buradan zamanı tapsaq, böyük T-ni vuracaq N-ə. Yəni 24 saat. Eyni vaxtda saat əqrəbi neçə dövr edər? Yəni 24 saatda saat əqrəbi neçə dövr edər? Saat əqrəbinin döyətmə periodu T saat 12 saatdır. Neçə dövr edər deyirsə, biz zamanı bölməliyik perioda. 24-ü böləcəyik 12-yə 2 dövr edər. Saat əqrəbi 1 dövr edəndə saniyə əqrəbi neçə dövr edər? Saat əqrəbinin döyətmə periodu 12 saatdır. 1 dövr eləyəcək 12 saata. Deməli 1 dövr edəndə N1 T bərabərdir. T vur N. 12-ni vuracaq 1-ə. 12 saata 1 dövr edəcək. Saniyə əqrəbinin döyətmə periodu isə 1 dəqiqədir. 12 saatı əvvəlcə çevirək dəqiqəyə. 12-ni vuracaq 60-a. Eləcək 720 dəqiqə. Saniyə əqrəbi 720 dəqiqədə neçə dövr edər deyirsə, biz zamanı bölməliyik perioda. 720 dəqiqəni böləcəyik 1-ə. Olacaq 720. Deməli, saniyə əqrəbi eyni müddət ərzində 720 dövr edər. Və salam, növbəti dərslərdə görüşərik.